Salam uşaqlar. Bugünkü dərsimdə natural ədədlərin müqayisəsi və sıralaması haqqında nümunələr əsasında izah verəcəm. İlk növbədə müqayisəsi. Müqayisəsi dedikdə bizə nə yadımıza düşür? Gəlin buna baxaq. Gördüyünüz kimi, əvvəl aşağı siniflərdə də biz öyrənmişdik ki, ətrafımızda olan müqayisə dedikdə ətrafımızda olan canlı və cansız obyektlərin rənglərinə, ölçülərinə, saylarına, müxtəlif xüsusiyyətlərinə görə müqayisə etmək nəzərdə tutulur ki, burada rəngləri görürsünüz, ölçülərinə görə müqayisə edə bilərik, saylarına görə. Saylar dedikdə və ölçülər dedikdə, ölçülər rəqəmlərlə ədədlərlə qeyd edilir. Bunu bilirik. Saylar da ədədlərlə qeyd edilir. Deməli, obyektlərin müqayisəsini, yəni sayların müqayisə etdikdə də biz eyni zamanda ədədlərlə müqayisə etmiş oluruq. Necə ki, burada gördüyünüz kimi balıqların sayı 3-dür, quşların sayı 7-dir. 7 3-dən böyükdür. Deməli, biz deyirik ki, balıqların sayı quşların sayından azdır. Biz saylarına görə müqayisə etmiş olduq. Eyni zamanda ədədlərlə müqayisə etmiş olduq. İndi isə gəlin ədədlərin müqayisəsindən danışaq. Biz onları necə müqayisə edə bilərik? Hansı üsullarla müqayisələr vardır? Deməli, dərslikdə bizə belə bir araşdırma və müzakirə tapşırığı verilmişdir. Bugünkü dərsimizi də mən bu araşdırma və müzakirə tapşırığı üzərində izah etməyə çalışacağım. İlk növbədə bu araşdırmanın verilənlərinə baxaq ki, deyir ki, dünyada təqribən 7 milyard 9 milyon insan, 3 trilyon 5 milyard balıq və 3 trilyon ağac, eyni zamanda 430 milyard quş var. Bu təxminəndir. İndi buna uyğun, verilənlərə uyğun 2 sual verilib bizə. Birinci sual, dünyadakı balıqların sayı çoxdur, yoxsa quşların sayı? Bunu necə müəyyən etmək olar? İkinci sualımız isə verilən canlıların sayını azdan çoxa necə sıralamaq olar? Bu hər iki suala daha sonra baxacağıq. İlk növbədə biz verilənləri baxaq. Verilənlər fikir verdiyimiz kimi rəqəmlər və yazılar qarışıq şəkildə yazılır. Biz ilk növbədə bu rəqəmləri, ədədləri yazılı şəkildə, ədəd yazılı şəklində qeyd edək. Hardan başlayaq? Burada deyir ki, ağac. Ağacların sayı. 3 trilyon ağac var. İlk növbədə ağac trilyon deyir. Yəni, sinifin adını çəkib, 3-ü qeyd edirik. Trilyonlar sinifi, boşluq buraxırıq. Biz bilirdik indi, trilyonlar sinifində fikir verirsiniz, kompüterin pəncərəsinin sağına baxsaq, 1, 2, trilyonlar sinifi, bir dəqiqə, indi yazaq. Deməli, trilyonlar sinifi, ondan əvvəl milyardlar sinifi, ondan əvvəl milyonlar, minliklər və təhlillər sinifi gəlir. Trilyonlar sinifindən əvvəl 1, 2, 3, 4 dənə sinif və hər bir sinifdə 3 mərtəbə vardır. Yəni 3 rəqəm vardır. Onda 4 dəfə 3-ün 12 edir. Yəni 12 dənə rəqəm. Bunu bu şəkildə də yaza bilərik. 1, 2, 3 trilyonlar sinifi, milyardlar sinifi, 1, 2, 3 milyonlar sinifi, 1, 2, 3 minliklər sinifi və 1, 2, 3 dənə 0. Bu da təhlillər sinifə aid oldu. Bunu bu şəkildə, asan şəkildə siz qeyd edə bilərsiniz. İndi hansına baxaq? Adama baxaq. Deyir, insana baxaq. Belə fikir versək, insan 7 milyard deyir, 9 milyon insan. 7 milyard. 7-ni qeyd edək ilk növbədə. 9 milyon, 900 milyon deyirsə, 900 ilə qeyd edirik. Milyon. 7 milyard. Deməli, trilyondan sonra milyard gəlir. Milyarddan sonra milyon gəlir. Deməli, mən 7 milyardın ardınca 900-ü yazıram. Milyonlar sinifi. Sonra digər sinifə keçirəm. Minliklər sinifi. Minliklər sinifi. Daha sonra keçirəm təhlillər sinifinə. Təhlillər sinifində tamamlamış oluram. Fikir verirsiniz. Burada tamamladım. İndi isə balıqlar qeyd edək. Balıq deyir ki, 3 trilyon 500 milyard balıq var. 3 trilyon necədir? 3 trilyon milyard da trilyondan sonra gəlir. Bunu qeyd etməyimin səbəbi, burada 3 trilyon 500 milyon deyə bilərdi. Onda mən milyardlar sinifini sıfırlarla tamamlamalıydım. Yəni 3 trilyon milyardlar sinifini sıfırlarla tamamlayıb, axı çünki milyon deyib də tutaq ki. Milyon deyəndə 500 milyonu daha sonra yaza bilərdim. Deməli, sıfırlarla tamamlayıram. Amma burada trilyondan sonra milyard gəlir onsuz da. Ona görə də milyard gəldiyi üçün çox rahat şəkildə ard-ardına qeyd edirik ki, bunu əvvəlki dərslərdə də öyrənmişik. Deməli, trilyondan sonra milyard gəlir, yazırıq. 3 trilyon 500 milyard
və bundan sonra 1, 2, 3 sinif gəlir. 3 sinifə tamamlayırıq. Milyonlar sinifi, minliklər sinifi, təkliklər sinifi. İndi isə quşlara bax. Deməli, quşların sayıdır 430 milyarddır. 430 milyard. İşte, hər iki mərtəbə var, 430 milyarddır. 430 qeyd etdik. Milyard. Milyard hansı mərtəbədə yerləşirdir? Burada. Milyarddan sonra milyon, minliklər və təkliklər sinifi. Milyard. 1, 2, 3. 3 dənə sinif var. Yəni 3 sinif tamamlayacağım. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Təkliklər, minliklər, milyard və milyon və milyardlar sinifi. Gördüyünüz kimi biz burada qarışıq rəqəmlə yazılan ədədləri rəqəmli yazılan şəkildə qeyd etdik. Bunun məqsədim həm sinifləri və mərtəbələri təkrar etmək, bunların yazılışını da sizdə əvvəlki dərsdə öyrənmişdik. Bunları təkrar edərək qeyd etməliydik. İndi isə növbəti suallarımızı araşdıraq ki, burada 2 sualımız var idi. Birinci suala baxaq. Deyir, dünyadakı balıqların sayı çoxdur, yoxsa quşların? Bunu necə müəyyən etmək olar? Belə fikirləşəndə, bunu necə müəyyən etmək olar? Hansı daha çoxdur? Daha çox söhbət gedirsə, hansı daha azdır, daha çoxdur? Necə müqayisədən söhbət gedir? Daha azdır, daha çoxdur. Bunu müəyyən etmək üçün 2 üsul vardır ki, əgər ədədlərdən söhbət gedirsə, burada ədədlər varsa, rəqəmlərin sayına baxaq ilk növbədə. Hansı ədədin rəqəmi çoxdursa, deməli həmin ədəd daha çoxdur. Hansı ədədin rəqəmi daha azdırsa, həmin ədəd daha azdır. Bu ən asan üsuldur. Fikir versəz, siniflərə bölmüşəm ki, siniflər rahat olsun. Burada təkliklər sinif var, hər ikisində də. Minliklər sinif var, hər ikisində də. Hələ ki, burada qədər eyni gedirik. Burada fikir versəz, milyonluqlar sinifi və milyardlıqlar sinifi. Amma balıqda bir sinif əlavədir. Trilyonluqlar sinifinə keçir. Biz də bilirik ki, milyardlıqdan sonra trilyon gəlir. Deməli, balığın rəqəmlərinin sayı quşun rəqəmlərinin sayından çoxdur. Deməli, balığın sayı quşdan daha çoxdur. Bunu bu şəkildə müəyyən edə bilirik. Amma bir sual yaranır. Bəs burada rəqəmlərin sayı eynidir. Əgər mən elə bir ədəd verilsə, bunun rəqəmlərinin sayı bərabər olsa, bəs mən onu necə müqayisə edə bilərəm? İndi isə onu izah edək. Buna görə mən balıqla ağacı seçdim ki, onların rəqəmlərinin sayı eynidir. Bu şəkildə müqayisə edəcək. Amma mən burada özümdən təqribi rəqəmlə qoymuşam. Fikir versəz, yəni ağacın rəqəmlərinin sayı belə bu şəkildə deyildi. Balığın da rəqəmlərinin sayı bu şəkildə deyildi. Sadəcə mən təqribi rəqəmlər qoymuşam ki, bunu sizə izah edim. İlk növbədə baxaq. Deməli, əgər ədədin rəqəmlərinin sayı eynidirsə, biz başlayırıq, yəni ən böyük sinifdən. Bərabər olan ən böyük sinifdən. Yəni sinifləri və mərtəbələri, bərabər siniflər və mərtəbələri müqayisə edirik. Bərabər sinif və mərtəbələri müqayisə edirik. Trilyonluqlar sinifindən təkliklər mərtəbəsində 3 var. 3 ilə 3 bir-birinə bərabərdir. Ondan buradan keçdik. Gedirik növbəti mərtəbəyə, əvvəlki. Bu səfər baxırıq. 5 ilə 5. 5 və 5 bir-birinə bərabərdir. Bu da getdi. Keçirik növbəti mərtəbəyə. Və bu şəkildə hər mərtəbə təkrarlanır. Çatdıq sonra. Milyonluqlar sinifinə çatdıq. Milyonluqlar sinifində yüzlüklər mərtəbəsində 8 və 7 var. Bilirik ki, biz 8 7-dən böyükdür. Artıq bizə burada baxmağa, yəni bundan sonraki mərtəbələrə baxmağa ehtiyac yoxdur. Sadəcə 8 7-dən böyüksə, deməli balıqların sayı, yəni ağacların sayından böyükdür. Yəni burada silim, sizə izah edim. Yəni 3 trilyon 500 milyard 800 milyon 800 milyon 3 trilyon 500 milyard 765 milyon 975 min 300-dən daha böyükdür. Halbuki belə baxanda burada rəqəmlərin sayı daha çox görə bilirik. Yəni rəqəmləri görə bilirik, amma fikir versəz bundan sonrası sayılmır. Deməli biz ədədlərin müqayisəsi dedikdə nələr öyrəndik? Ədədlərin müqayisəsi dedikdə birinci üsul, ən asan üsul, rəqəmlərin sayı bərabər böyükdürsə bir-birindən, böyük olan böyükdür, kiçik olan rəqəmlərin sayı kiçik olan kiçik sayılır. Ancaq rəqəmlərin sayı bir-birinə bərabərsə ədədlərdə, bilirsiniz rəqəmlər ədəd nədir? Bərabərdirsə, onda biz ən böyük sinifdən, yəni ən soldan başlayırıq. Hər bir mərtəbə geri-geri addımlayırıq. Ta ki, hansısa bir mərtəbənin rəqəmlərin sayı böyük olduqda artıq ondan sonra dayanırıq və gerisinə baxmırıq. Və hansı böyükdürsə, hansı ədədin mərtəbəsinin rəqəmi böyükdürsə, həmin ədəd böyük sayırıq. Yəni böyükdür götürürük.
İndi keçirik ikinci suala. Bizim ikinci sualımız da bu şəkildə idi ki, burada deyir ki, verilənləri azdan çoxa necə sıralamaq olar? Burada heç mən şey eləməyək deyə, vaxtımız getməsin deyə əvvəlcədən rəqəmləri qeyd etmişəm. Yəni quşun, adamların və ağacın, balığın sayını əvvəlcədən qeyd etmişəm. İndi isə bizə müqayisə qalır. Burada hər iki üsuldan istifadə edəcəyik. Birinci baxaq. Burada mərtəbələrinə nə idi? Birinci üsulumuz rəqəmlərin sayı çox olan böyük saydır. Fikir versəz, burada neçə dənə sinif var? Siniflərə bölməklə rəqəmləri daha rahat saylarını müəyyən etmək olar. 1, 2, 3, 4. Təhliklər, minliklər, təhliklər, minliklər, milyonluqlar və milyardlıqlar sinifi. Yəni burada 12 dənə rəqəm var. Hər sinifdə 3 dənə rəqəm olduğu üçün belə qeyd etdim. Deməli, burada fikir versəz, təhliklər, minliklər, milyonluqlar, milyardlıqlar və trilyonluqlar sinifindən bir ədəd var. Burada da eləyir 13. Niyə görə? Götürdüm 4-ü 3-ə vurdum. 12 və üzərinə trilyonluqlar sinifindən bir ədəd gəldi. Bunu eləyir 13. Eyni şəkildə bu bir-birinə bərabərsə bu 13-dür. Burada gördüyümüz kimi 3 sinif və 4 sinif var. 3 sinif tamdır. Yəni 3 dəfə 3 9. Bu da o biri sinifdən, yəni milyardlıqlar sinifindən bir dənə mərtəbə vardır. Bunu da üstünə gələndə eləyir 10. İndi bizə deyir azdan çoxa düz. Azdan çoxa düzməkdən ötürü ədədi ilk növbədə ədədlərdən ən kiçiyini seçirik. Sonra onu qeyd edirik. Daha sonra yerdə qalanlardan ən kiçiyini seçirik. Yenə bunu qeyd edirik. Və ta ki bu bir ədəd qalana qədər davam edir. İndi bunu bu üzərində həmən ədədlər üzərində yerinə yetirək. Burada rəqəmlərinin sayı ən kiçik hansıdır? Adam. Deməli, adamı qeyd edək. Adam. Daha sonra rəqəmləri daha sonra yerdə qalanlar bu 3 ədəd qalmış olur. Çünki bu çıxdı. Adam getdi. Yerdə qalan 3 ədəddən rəqəmlərin sayı ən az olan quşdur. Deməli, daha sonra quşu qeyd edirik. Quş da getdi. Yerdə indi qalır burada balıq və ağac. Biz də balıqla ağacda amma rəqəmlərin sayı eynidir. Artıq biz burada ikinci üsula keçirik. Rəqəmlərin sayı eyni olduqda nə deyirdik? İlk növbədə başlayırdıq ən böyük sinifdən trilyonlar. 3 ilə 3 bir-birinə bərabərdir. Ona görə növbəti mərhələyə keçirik. Burada 5 ilə 0 artıq bir-birinə bərabər deyil. 5 sıfırdan böyükdür. Deməli, balıq ağacdan böyükdür. Bizə nə lazımdır? Daha kiçiyi. Deməli, ağacı qeyd edirik burada. Ağac. Daha sonra isə balıq. Bu azdan çoxa doğru irələdikdə ədədlər qeyd edilir. Bu ağac adlarını qeyd etmişəm. Amma bunun yerinə rəqəmləri yaza bilərəm. Sadəcə ekrana sırası deyil. Bunu bu şəkildə yaza bilərik. Böyükdür, kiçikdir işarəsi ilə. Biz nə dedik? Azdan çoxa düzülür. Deməli, ən azı adamdır, daha sonra quş, daha sonra ağac, daha sonra isə balıq gəlir. Bunu eyni şəkildə böyükdən kiçiyə sıraladıqda bu səfər deyir ki, rəqəmləri, yəni ədədləri azalan sırayla sıralamaq. Azalan sırayla sıralamaq üçün ilk növbədə yenə eyni şəkildə bu səfər ən böyük ədədi seçirik. Kənara qeyd edirik. Digər növbəti yerdə qalan ədədlər içərisində yenə ən böyük ədəd seçirik, ta ki bu bir ədəd qalana qədər təkrarlayırıq. İndi burada ən böyük ədəd biz bilirdik axı bu 10 rəqəmdən ibarətdir. Bu 12, bu da 13, bu da 13. İndi biz nə edirik? Bu ikisindən başlayırıq müqayisəyə. Ki müqayisə edəndə bilmişdik ki, balıq ən böyükdür. Onun üçün balığı qeyd edirik. Daha sonra ağac. Daha sonra isə biz bilirik ki, daha sonra 12 rəqəmli gəlir. Yenə bu səfər birinci üsulda müqayisə edirik. Birinci üsulda müqayisə edəndə rəqəmlərin sayı çox olan 12 quş. Daha sonra isə ən az rəqəmlərin sayı ən az olan adam. Yəni insan. Bunu da qeyd etdik. İndi isə bu müqayisə şəklində də edə bilərik. Yəni müqayisə olmasını da yazaq. Deməli balıq ən böyüyüdür. Ağacda quş və adam. Bu şəkildə. Bu günlük bu qədər. Deməli, bugünkü dərsimizdə biz natural ədədlərin trilyonluq sinifinə daxil olanı, yəni çalışdım ki, böyük ədədlər üzərində müqayisə aparım. Kiçik ədədlər üzərində müqayisə aparmaq çox asandır. Böyük ədədlər üzərində müqayisənin üsulları və eyni zamanda böyük ədədlərin sıralanmasını maraqlı şəkildə izahını verim çalışdım. Əgər sualınız varsa, əgər nə isə öyrənmək istəyirsə, əlavə məlumat verməyimi istəyirsinizsə, qeyd edə bilərsiniz kommentlərdə. Sağ olun.